Panik atak boğulmuş duyğuların üsyanıdır. İnsanın içində sanki görünməz bir saatlı bomba var. Saniyələr sayılır, amma bomba partlamır. Bədən sarsılır, nəfəs boğulur, ürək çırpınır. Panik atak ölmədən ölümü hiss etməkdir. Təsəvvür edin ki, rəssam gözəl bir tablo çəkmək istəyir, amma onun palitrası qarışıqdır. Hansı rəngin hara axdığı bəlli deyil. O idarə etməni itirib və kətan artıq onun nəzarətində deyil. Ortaya qarışıq rənglərdən ibarət bir tablo çıxıb. İndi isə insan zehnini düşünün. Xatirələr, düşüncələr, keçmişin ağırlığı, gələcəyin narahatlığı hamısı bir-birinə qarışıb. Beyin bu xaosu həzm edə bilmir və ortaya panik atak çıxır. Həyatda iki cür təhlükə var. Həqiqi təhlükələr və xəyali təhlükələr. Həqiqi təhlükə odur ki, üstümüzə bir maşın gəlir və biz yoldan qaçırıq. Xəyali təhlükə isə odur ki, maşın yoxdur, amma beynimiz varmış kimi reaksiya verir. Panik atak məhz xəyali təhlükələrin yaratdığı vəziyyətdir. Beyin bədənə xilas ol əmrini verir, amma ortada xilas olacaq heç nə yoxdur. Onda insan hardan qaçmalıdır? Öz içindən qaçmalıdır. Panik atak qorxularla inancların birləşməsindən yaranır. Ona görə də mən seanslarımda panik atakları aradan qaldırarkən həm qorxuların təmizlənməsini, həm də inancların dəyişdirilməsini təmin edirəm. Panik atak düzgün müdaxilələrlə sürətlə həll olunur. Panik atak təkcə psixoloji problem deyil, o həm də sənin həyata necə baxmağınla da bağlıdır. İnsan özünü daim təzyiq altında saxladıqda nəzarəti itirməkdən də qorxur. İnsan ən çox stresi hər şeyi idarə edə biləcəyini düşünəndə yaşayır. Amma o hər şeyi olduğu kimi qəbul edəndə rahatlayır. Panik atak yalancı siqnalda, ancaq məqsədsiz deyil. İnsan bəzən özünü anlamır, ona görə də bədən onu ən sərt şəkildə xəbərdar etməyə çalışır. Sən yorulmusan, sən çox şey yığıb içində bastırmısan, sən nələrisə həll etməmisən. İnsan bir şeyi nə qədər bastırırsa, o bir o qədər güclü şəkildə üzə çıxmağa çalışır. Panik atak insanı içindəki dərin problemlərlə üzləşməyə dəvət edir. O bizi öldürməyə çalışmır, əksinə bizi oyandırmağa çalışır. Panik atak sənin həyatında nəsə düz deyil deməyin ən dramatik yoludur. O bir düşmən deyil, o bir müəllimdir. Sadəcə biz öyrənməyə müqavimət göstəririk. Öz duyğularına düşmən kimi yanaşdıqca onlar sənə qarşı daha aqressiv olacaqlar. Fikirləriniz çox maraqlıdır.